Hamıya salam. Növbəti faydalı videoma xoş gəlmisiniz. Bugünkü videomda ekranda baxdığınız MyGo mobil tətbiqi ilə mobil cihazların qeydiyyat tariflərini öyrənəcəyik. Bunun üçün MyGo mobil tətbiqinə daxil oluruq. Sol tərəfdə aşağıda xidmətlər yazılan bölməyə keçid edirik. Sol tərəfdə aşağıda üçüncü rabitə yazılan hissəyə keçirik. Baxırsınız, mobil cihazların qeydiyyat tarifləri yazılan hissəyə keçirik. Deməli, burada bu nə deməkdir? Siz ölkə xaricindən telefon almaq istəyirsiniz və qabaqcadan həmin telefonun deməli, qeydiyyat tarifini Azərbaycanda olan mümkün, yəni dövlət rüsumu nə qədərsə, yəni qeydiyyatdan keçmək üçün dövlət rüsumu nə qədərsə, onu öyrənə bilərsiniz. Bunun üçün hər hansı bir telefon alırsınız. İndi mən məsəl üçün göstərəcəm. İstehsalçı adı yazılan hissəyə, məsəl üçün mən seçirəm Xiaomi. Xiaomi'nin modeli Note 7. Note 7. Axtar düyməsinə sıxıram. Axtar düyməsinə sıxan kimi anında deməli ölkə xaricindən gətirilən Redmi Note 7-nin dövlət rüsumu 20 manatdır. Onu göstərir. Növbəti telefona baxırıq. Samsung seçirəm. Samsung məsəl üçün S22. Axtar düyməsinə sıxıram. Budur anında S22-nin qeydiyyat tarifini göstərir. Dövlət rüsumu 20 manat. Başqa bir telefonu seçirik. Məsəl üçün Apple. Apple bu hissəyə model bölməsinə 14 yazıram. 14. Axtar düyməsinə sıxıram. Budur iPhone 14-ün qeydiyyat tarifi 30 manatdır. Sonra iPhone 15. 15-in axtarırıq. iPhone 15-in deməli dövlət rüsumu 40 manatdır. Bu formada, yəni istədiyiniz hər hansı bir telefonu gətirəcəksinizsə, həmin telefonun deməli istehsalçı adını və modelini yazırsınız. Dövlət rüsumunu anında öyrənə bilirsiniz. Deməli, axtar düyməsinin aşağısında mobil cihazın bazar qiyməti üzrə tariflər. Burada indi standart tarifləri göstərəcək. Həmin hissəyə daxil oluruq. Baxırsınız. Burada mobil cihazın bazar qiyməti, foto, video çəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınması dövlət rüsumu 15 manatdır. Yəni bu burada ümumi göstərir. Yəni bu funksiyaları olmayan telefonlar ümumi 15 manatdır dövlət rüsumu. Yəni qeydiyyatdan keçməyə 15 manatdır. Sonra deməli 100 dollara qədər deməli ölkə xaricindən gətirdiyiniz telefonların dövlət rüsumu 20 manatdır. Sonra 100 dollardan 200 dollara qədər, yəni bu aralıqda aldığınız telefonların, ölkə xaricindən aldığınız telefonların dövlət rüsumu 30 manatdır. Sonra 201 dollardan 400 dollara qədər, yəni bu aralıqda aldığınız telefonların dövlət rüsumu, deməli qeydiyyat üçün dövlət rüsumu 40 manatdır. Sonra 401 dollardan 700 dollara qədər bu aralıqda aldığınız telefonların qeydiyyat üçün dövlət rüsumu 50 manatdır. 701 dollardan 1000 dollara qədər ölkə xaricindən aldığınız telefonların qeydiyyat rüsumu, yəni qeydiyyat üçün dövlət rüsumu 70 manatdır. Deməli, 1001 dollardan yuxarı olduqda, yəni standart qiymət dövlət rüsumu 100 manatdır. Yəni bu formada inşallah məlumatlana bilərsiniz. Deməli, mobil cihazların qeydiyyat tarifləri haqqında çəkdiyim video bu qədər. Ümid edirəm ki, videom sizlər üçün faydalı oldu. Əgər faydalı oldusa bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Baxdığınız üçün sağ olun.